Həbsdə olan jurnalist Əvəz Zeynallı ilə bağlı çox ağır bir xəbər var dostlar. Bu barədə onun həyat yoldaşı Məlahət Qüsuri Zeynallı sosial mediada xəbər yayıb. Məlahət xanım bildirir, yadınızdadırsa bir müddət əvvəl 6 saylı cəza çəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının sağlıq durumunda ciddi problemlər yaranmışdı. Müayinəni aparmaq üçün lazım olan uzini yalnız Ombudsman aparatına xəbər verdikdən sonra və onlar da bu işə qarışdıqdan bir ay sonra həbsxanaya göndərməyə müvəffəq olmuşduq. Həkimlər müayinədən sonra nələrdənsə şübhələniblər. Az müddət sonra onu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə göndərdilər. 4 dəfə qan vurdular, günlərlə sistem birləşdirdilər. Təxminən bir ay əvvəl onkologiya mərkəzinə aparıb biopsi götürdülər. Nəticəsi bayramdan sonraya qaldı dedilər. Biz də gözlədik. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. Hər şey yaxşıdır. Bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir-iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları ümumiyyətlə o yalan danışa bilmir, bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qaraciyərinə yayılıb. Bu günlərdə ximiyaya başlayacaqlar. Saçımı dibindən qırtdıracam deyib gülür həbsxanada heç kəsin edə bilmədiyini həkimlər mənə etdi. Fikir eləmə, saçım olmadan da xarizmatikəm deyir, nikbinliyi daha da yıxır bizi. Belə, Əvəz Zeynallı bütün şuurlu ömrünü vətənə, Azərbaycana xidmət etməklə keçirib, yemədən, içmədən, günlərlə yuxusuz qalıb, amma vəzifəsini layiqincə yerinə yetirib. İndi saxta ittihamlarla 2 şərəfsizin bir qəpiyə dəyməyən canlarını qurtarması üçün verdikləri yalan ifadəyə görə azadlığını əlindən alıb özünü də xəstə, yarımcan etdilər. Həbs olunanda 98 kiloqram çəkisi vardı. 25 kiloqram çəki itirib. Məsuliyyətsiz təcridxana rəhbərlərinin Atap Leniyanı vaxtında yandırmaması nəticəsində buz kimi qarlı havalarda ciyərlərini soyuq aldı. Bu da nəticəsi. Hərdən düşünürəm ki, qəsdən, bilərəkdən bunları etdilər. Azərbaycan prezidentinə, ombudsmana, xalqımın bütün təbəqələrinə, ölkənin duyarlı kəsimlərinə, ləyaqətli media nümayəndələrinə, hüquq müdafiəçilərinə, İctimai siyasi xadimlərə, məsuliyyətli siyasi partiya rəhbərlərinə, xalqımın sadə insanlarına, dünya Azərbaycanlılarına səslənirəm. Əvəz Zeynallını, bu millətin Azərbaycan üçün ürəyi yanan daha bir qeyrətli oğlunu ölməyə qoymayın. Vicdanınıza sığının. Kimin əlindən nə gəlirsə onu da etsin. Mən də əlimdən nə gəlirsə onu edəcəm. Daha səsimiz eşidilənə kimi. Əv prezidentin birbaşa səlahiyyətindədir. Hər gün Əvəz Zeynallının həyatı üçün ciddi bir təhlükədir. Humanistlik edib onu özəl qərarla fərd olaraq da əfv etmək, müalicəsini diqqətdə saxlamaq olar. Sonra çox gec ola bilər. Vaxt çox azdır, hər saniyə dəyərlidir. Əgər ona bir şey olarsa, bu tarixdə silinməyən qara ləkə olaraq qalacaq. Çox təəssüf ki, gözlərində olan problemlər də hələ qalır. Bir gözündə görmə qabiliyyəti kəskin aşağı düşüb, nə baxan var, nə də yoxlatdıran var. Özümüzə də qaytarmırlar ki, müayinəsini də, müalicəsini də özümüz edək. Bütün qapıları bağlamaq, məsələni çözmək demək deyil axı. İnanın, başqa bir millətin Əvəz Zeynallı kimi oğlu olsaydı, onu yaşatmaq üçün nələr etməzdi. Bilirəm, tanıyıram onu. Bilirəm ki, həyatında daha bir şanlı mübarizənin bəyaz səhifəsini açır. Yaşamaq mübarizəsinin, dualarımız və varlığımız onunladır. O harda olacaqsa biz də yanındayıq.